Yaxşı Kamil müəllim, əmanəti götürdüm, sağ ol. Məni görürsünüz. Buyur, Fuad. Salam. Nətərsən, təzə qovun? Sağ olun. Yaxşı Kamil müəllim, mən gedim. Cimona, tələsmirsənsə? Gəl sən də. Alo. Fuad. Keş bir anda. Ya Allah. Xeyir olsun. Nə məsələdir? Fuadın işi. Elə bil, ətimi kəsib yerinə tuz basmıyor. Hirsimdən, həyəcanından hesablaya bilmirəm. Düzgün hesablaya bilmirəm. Sən sor, ağıl. Sən də sor, ağıl var. Gəl oturaq bir yerdən müzakirə edək, görək bu nə işiydi bizim başımıza gəldi. Bəlkə bir ipucu tapdıq. Qız gəlir. Qız gəldi, çayı verdik, Sağ ol. getdik. Çox sağ ol. O adamlar səni harada gördülər, harada görüşdünüz, harada apardılar? Nətər oldu, bir danış görək. Farizin yanına getmişdim də, o gün bağa. Elə oradan çıxanda oldu. Deməli, hansı istiqamətə getdin, hansı rayonuydu, hansı zonaydı, onu da bilmədin də. Ləhcə ilə danışmırdılar. Yox. Amma kənd evi idi. Hə, kəndi. Hər kimdilərsə, peşəkarlar. Götürürlərsə, bunu da belə qaytarırlarsa, bunu ancaq peşəkar edə bilər. Telefon da almışlar. Hə. Orada olduğum müddətdə atanla, ananla danışdırmadılar. Telefonla gəldi. Mesajda mənim telefonla gəldi. Əgər gecə ikən hansısa kənddən oğurlayırlarsa, deməli bunu biliblər. Əgər səni gecə ikən hansısa kənddən oğurlayırlarsa, deməli səni biliblər. Yəqin ki. Farizin yanına getdiyini kiməsə demişdi. Yox. Kamil müəllim, sən göndərmişdin də. Sən kiməsə demişdin. Yox aşama kimə deyəcəm, etmədim bu. Telefonla danışıb sonra getdin də. Hə. Farizin yanına. Farizlə telefonda danışıb. Peki. Yəni sən Farizin yanına getdiyini heç kəsə deməyəcəksən. Yox. Sana şimdi bax sən də yaxşı bil. Baxırsan görəm yadından çıxmır. Yadlaşdırdı, fikrə gedirəm. O momenti xatırlayın. Ha, o da ha. Əgər bunun Farizlə görüşdüyünü üçünüzdən başqa heç kim bilməyibsə, deməli bütün günü gülüblər. Sən də göndərəndə şəhərdən qıraq yer, əllərinə fürsət düşüb, götürüb aparıblar. Bəlkə anlar. Sənin səsində fikir. Yaman çox fikirləşdim. Qorxu eləmə. Yox, anlar, nə qorxma. İşə başlayırsan? Hə, indi gedirəm fikrəmə. Deyirəm, bəlkə bu aralar tək gəzməyəcəm. Farizdən üç sualdan birinə deyə həmişə yanımda ol. Narahat olmamaq da olmur da, maşını da mərkəziyə satmışsan. İki daşın arasında maşını satmışsan. Yox, tanış adamdır. Qorxma. Nə bilirsən de. Əhəmiyyətsiz ələb tut, de gəlsin.